Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Köhnə Şəmkir avtovağzalına yaxın bir ərazidə 4 sot torpaqda 2 böyük otağı, eyni zamanda bax belə bir deməli qarşıda hal-hazırda görmək mümkündür. Bax bu qapını görürsünüz. Qapının arxasında zal kimi də başa düşmək olar. Çünki orada zal eyni zamanda mətbəx yerləşir. Bax belə bir həyət evinin qiyməti 62 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda mən sizə deməli bu həyət evinin bağçasını göstərirəm. Təxminən 5 ədəddən çox ağac növ var. Eyni zamanda evin xarici görünüşünü görmək mümkündür. İndi isə bax baseynisi var. Mən bildiyimə görə harsa 6 tonluq olmalıdır. Bura isə qarşıda əldamıdır. 4'ün 4'dədir. Burası isə hamamdır. Eyni zamanda bax belə bir ərazidir, belə bir zonadır. Dediyim kimi Gəncə şəhərində Köhnə Şəmkir avtovağzalına yaxın bir ərazidə, yəni Nizami Gəncə prospektindən təxminən 200 metr məsafədə bax belə bir həyət evi satılır. İndi evə daxil oluram. Çox yaxınlıqda 41 nömrəli orta məktəb yerləşir. Bax evi necə görürsünüz bu cürdə var. Onu da deyim ki, bu həyət evinin deməli otaqların polu çox möhkəmdir. Möhkəm materialdır. Bax yenidən mən sizə zalını göstərirəm. Bax hal-hazırda bu cürdür. Qarşıda isə mətbəxi yerləşir. Sənədi çıxarışdır. Yanasan xidmətdə alqı-satqı gedən sənəddir. Burası isə mətbəxidir. Bildiyiniz kimi Nizami Gəncə prospektindən bir neçə marşrutlar işləyir. Başqa regionlar üçün də onu da deyə bilərəm ki, yəni bura şəhərdir. Burası isə otaqlardan biridir. Kör otaq yoxdur. Gördüyünüz kimi bax polu çox möhkəm materialdır. Otaqlar 4'ün 6'yadır. İndi isə ancaq mən belə başa düşürəm ki, bu ev deməli dəqiq deyə bilmirəm. Çünki baxmamışam. İpotekada yararlı olmalıdır. Bax burada tikilən evlərə nəzər yetirsək, bax belə başa düşürəm ki, belə başa düşürəm. Dəqiq deyə bilmərəm, ancaq dəqiqləşdirib bu haqda məlumat verə bilərəm. İpoteka yararlı da ola bilər. Yenidən bax mən sizə deməli ikinci otağı göstərirəm. Dediyim kimi otaqlar 4'ün 6'yadır. Nizami Gəncə prospektindən bu həyət evinə qədər olan məsafə təxminən 200 metrdir. Onu da deyim ki, uqlavoy evdir. Hər bir deməli variant üçün çox əlverişlidir. Bax belə sizlərə uğurlar.